Salam yoldaşlar. Bugün biz Taxpo proqramı vasitəsilə ədəbi bəyannaməsini təqdim etdikdən sonra əvəzləşmə bölməsinin Excel-dən kopyalayaraq təqdim edəcəyik. Bunun üçün biz ilkin olaraq daxil oluruq sistemə. Gördüyünüz kimi burada əlavə cədvəl qeyd olunub. Həmin bizim əvvəlcədən hazır etdiyimiz qaymə məlumatlarını, yəni bura seriya nömrə, ödənilmiş ümumi dəyər və ədəbi hissəsini yazırıq. Sonradan bunu kopyalayaraq keçirdirik bizim cədvəlimizə. Burada mən bilərəkdən bir neçə səhvlər buraxmışam ki, siz detallı görə biləsiniz. Məsəl üçün, burada bəzi qaymənin nömrəsi səhvdir, bəzi qaymələr növbəti aya aiddir. Biz yanvarı yükləyirik hal-hazırda. Bəzilərini mən özüm əvvəlcədən yükləmişəm ki, əvəzləşmədə olsunlar. Bu qaymələri bura kopyalayandan sonra əvəzləşməyə əlavə et düyməsini sıxırıq. Bundan sonra görürsünüz, əvəzləşmə artıq yazılıb. Qaymənin tarixi düz deyil. Bunlar yazıldı. Əvəzləşmədə artıq yazılıb və qaymənin əvəzləşdiyi qaymənin mövcud deyil. Yəni bu nömrə qaymə mövcud deyil, səhvləri çıxır. Bu xətaları siz artıq yükləməmişdən qabaq gördüyünüzə görə vaxtında müdaxilə eləyib düzəliş edə bilərsiniz.